Salam, hər vaxtınız xeyir. Gəldik, çıxdıq rayona. Məhəmməd, Elnur, Nəyə gəlmişik? Driftkar proyektini Tamam, başlamağa Driftkar gəlmişik. Burada. Turbanla götürüb. Bu mənim kanalımdır ha. 7000'dir. Stabilizatörüm. Gördüğünüz maşın. Bu dəli bir şey olacaq inşallah. Şöyle. Tam o Rusiyada gördüğünüz driftkarlar var ha. Onlardan da yaxşı olacaq. Onlardan da yaxşı olacaq inşallah. Yəni Bakının gözü olacaq. Köz kimi bir maşın olacaq. Üstüz alı söktük qardaşım. Bunlar hamısı söküləcək. Salon yəni. sökülüb. Maşallah yaxşıdır. Üstü akkumulyator bagaja çəkmişik. Sökülüb. İnşallah bunun içində karkas. Aparacağıq bunu şəpşip servizə. Şəpşip servizdə bunu bizə eləyəcəyik. Şimdi akkumulyator bagajdadır. Çəkmişik hazır əvvəlcədən ki, bakabiniz hamısı kəsəcək. Bu hissələr hamısı kəsiləcək. Burada dəli bir şey olacaq da oynayan. Bakabiniz hamısı kəsəcək. Yəni orada məsələn nə deyirsən də fikir bilən. Murat, indi dönmür ama dönəcək. Dönəcək. Dönmür, dəqiq ama dönəcək. Əsas içəri deyək, içəri. Gəl bura, gəl bura. Qardaşım. Qalxarı danışın. Bu nədir Məhəmməd? Əlindəkindən başla. Bu mexanizm o vaxtdadır. Hələlik bunu qoyuruq, sonra inşallah gələcəyinə BMW podvestası Bildiyiniz qoyacağıq. Azərbaycanın kung-fu. Gələ bax buna bax, sən buna bax. Azərbaycanın əsas məsələ Nə məsələ? Elnur usta. Yəni bunları yaradan. İnşallah Elnur Şəpşip harika keçəcəksən qardaşım. Ha, bu bakabinin altıdır. Krılonu çıxardacaq altın usulinası. Kozanın əsas içərisindən nə işlənir? sıvak alınacaq hamısı. Əsas bu bura nəyə görə gəlmişik qardaşım? Kozanın usulinasını. Hər dəmirçiyə də etibar eləmirik. Elnur inşallah bunların hamısını həll edəcək. Allah hamısı yoxdur. Bu nədir? Bu salonda stilenin altın usulinasıdır. Bunu dedik. Bu neydi? Bu amortisatoru krılonun altına çəkəcək. İnşallah axırda onun çəkilişini eləyəcəyik. Amortisator yəni Dinamarkada kim olacaq da şeyin altında. Az klokda şeyim abi. Bu nədir? Bu kulturbadan gətirdiyimiz dəmir dümürlərdir. Traversin bağlandığı yerin usulinasıdır. Bu neydi? Bunlar hamısı o bakazinin şeyidir. Bu nədir deməli? Amortisatorun o stakanı var ha, onu şey eləyəcək. Bunu açmaq lazımdır, eləyəcək. Bu kuzanın usulinasıdır. Salonda Stoykanın usulinasıdır. Bir dənə sualı X option. Deyim bu. Ha. O da işin Yəni böyüdür. karoti dəli bir şey düzələcək də yəni inşallah. Bunlar hamısı işlənəcək. Bunlar Məhəmməd. Bunlar şeydir. Əsas bunlar. Longeron usulinalardır. Əsas bunlar. Altın usulinaları bunlardır. Danqrat yerləri söküləcək, bunlar hamısı usulina veriləcək. Silahını başlayım smartlamaq. Başla. Ne oldu? Bir nəfəs oldu. Bu Saşkanın tombasının usulinasıdır. Hara? Kəmər yeri, doğru kəmərin yeri oldu. Biraz şey ondan sonra kesir şeye de. Ama video çekilişiydi. Ha, Mehmet. Şapşup servis çəkiş edirik burada. Burada ne var kardeşim? Burada ne var? Aa, bu boksir yeridir, bu Driftkarın boksir yeridir. Yəni inşallah Allahın izni ilə bu hazır olsun burada görəcək dəmirçi işləri zatları. Bunlar qutarsın usuluyla düzəndiricilər. Gələcək Bakıya. Bakıya gələndən sonra məsələn Kadavoy sistemidir, sportiv misildə yığacaq, Bright, qalbın aldığı dəstər komplektlər, hər şey krıllar, plasmas, kapot plasmas, hamısı da sonra nə olacaqlar? Yəni Virat sistemi ilə podveska yığılacaq. podveska yığılacaq, most düzləndiriləcək, yəni Spul qoyulacaq. Svakada da eləməliyik, biz spul qoyacağıq. Motor turbo olacaq. Turbo olacaq inşallah ki. Yəni amma dəli bir turbo olacaq. Amma nə olacaq onu demirik də, Yəni axırda. ASO içərinin elektrik sistemləri də xüsusi bildiyimiz qanuna, sertifikata uyğun yığılacaq. Yarış maşınlarında necədir məsəl üçün RAL, görmüsən xüsusi yığılır. ASO. Monitoruna cana, promokan sistemi, yəni ekranına cana, monitoruna cana hər şey yığılacaq. Yəni bildiyiniz əsl driftkar maşınlarında necə olursa inşallah bunu da Azərbaycanda eləyəcəyik. Çoxsu deyər ki, yəni mənasız bir şeydir. Xeyr, valla mənasız bir şeydir. Hələnin özünün bir hobbisi var. Hələnin özünün bir, necə deyim, marağı var da. Yəni bizim marağımız budur. Biz də istəyirik bundan inkişaf eləyək. Yəni Azərbaycandan olsa bu çox da inkişaf eləyəm. Düzdür, pilot qardaşlarımız var, sağ olsun. Onlar getdikcə qaldırırlar.
Amma Rauf dəli bir şey eləyəcək, yəni hə Rauf. İnşallah Bir də qardaş. özü çək. Növbəti inşallah Məhəmmədin drifkarıdır. İnşallah bunu yığaq, İspaniyadan çıxardaq, təcrübədən çıxardaq, görək nə olur. Çəkişi burada eləyirik və növbəti video çəkiş harda olacaq? İnşallah bizim şəpşüb servisdə. Gedək bir 06-nı da göstərək. Nə oldu, dodun olur. 06-nı da yolda gələndə bədbəxt bir hadisə baş verdi. Rauf daha şey, daha acedməyəcək, qaldı burada. 06-mız da burada. Şey qaldı Ştanqasının boltu qırıldı. Boltu qırıldı, ha. Hə, olan şeydir, boş şeylər. Bu da bizim 06-mızdır, yarı drifkarımız. Motorxana az görüb, motorxananın salamatlıqdır. Yəni, şeylər sən, qardaş. İstirahat edin. Az görüm alır. Çok da bir şey. İnşallah 15-in motorxanası bundan da qəşəng olacaq. Bu qırılmış da. Nə var? Ha, bu qırılmış. Tomoy buradan qırılmışdı. Yox, Burası da qırılır. çıxanda olur. Nə bilim, o dünən sənə yola çıxanda başladı, lak belədir. Həmçik tarafa çək. İnşallah dəli bir şeylər gələcək bizdən. Hələ süsteniklər demirəm. Olmuyor süsteniklər. Vertex rulu demirəm. 05-in hələ karkaz bezapaslıqdır. Mənimki bu deyil qardaş. Xoşa gəldi o mənimə. Kameramanlığa başlamışam. Xoşa gəldi o. Bura gəldi. Maraqlı şeydir mənimə. Amma gələcəyinə nə olacaq Məhəmməd? Podveska nə olacaq? Biz bilirik ki, Nizabetsin podveska olmalıdır. Hələlik məşqləri zadı bunu eləyəcəyik. İnşallah. İnşallah. Məşqləri qutaraq, görək nə göstərir, maşın özü necə aparır, elə çox işlər olacaq. Ondan sonra inşallah yəqin ki 30 quza BMW-nin podveskasını quraşdırarıq. Mercedes-in distributorun zadını qoşduq bura, akkumulyator belə çəkdi bagaja. Kim istəsə, Məhəmməd. İndi təcrübəmiz yavaş-yavaş yaranır, amma elə bir şey yoxdur bizim əlimizdə. Hər şey Kiməsə lazım olsa driftkar yığa bilərik də vazdan. kömək eləyirik hər cəhətdən. Bura hamısı kəsiləcək. Motorxana hamısı kəsiləcək, dala gedəcək, bax bura qədər. İnşallah görəcəksiniz. Tamamilə başqa bir şey olacaq. Bu sistemdən burada əsas alamaq qalmayacaq. Yəni bildiyiniz bir dənə açıb baxacaqsınız ki, yəni bu nə gözəllikdir. Bu nədir? Yəni bu nə olan bir şeydir. İçərini hələ demirəm mən sizə. İçəri güldüyünüz, yəni başqa bir adamdır. Yəni axırıncı simfoniya olacaq mənim Raufla. Simfoniya idi o. O Beethoven idi o. Sənət əsəri. Sənət əsəri, hə. Siqnalımız var. Maşın da eksportdur. Ay, siqnal çıxartmasın. Hələ bir dənə var. Doğru siqnalı yox falan. Burada bizən olacaq. Hidrolisnik. Karovkanı hələ. Skorus bura gələcək. Skorus bura gələcək, hə. Bu ləğv olunacaq, bu kəsiləcək, bu kəsiləcək, bu Yəni kəsiləcək. burada drifkarın işi olacaq. Yəni elə belə drifkar işi yox. Aha. Xüsusi, yəni orta hissədə idarə etmə panelləri olacaq. Xüsusi ekran, monitor. Yəni Sən bildiyimiz nə edə Məhəmməd? IM innovativ firması ilə, AOYEJiz var abi içinə. Olacaq. Arxada hələ benzin nasosun bakın yerinə xüsusi Nike ilə, adı nədir onun? Lejaveka ilə olan bak olacaq. İnşallah. İnşallah ondakı IM ilə nasosunu qoyacağıq. Yəni çox dəli bir şey olacaq da bildiyinizdə. Burada firewall olacaq, bağlı. Bəli, Bura bağlı. bağlı olacaq tam. İnşallah. Yanğın söndürən zat, hər şeyi qoyacaq. Siniklərdəki inşallah polko yox olur. Kovş olacaq, Kovş qardaşım, olacaq, 2 dənə kovş kovş. olacaq. Çox dəli bir şey görsənir də, yəni da bir karkaz bizə bildiyin, yəni ölüm yağışındakı maşın var ha, ondan olacaq. Oya! Mən sənə bir kuk verəcəm, ha belə izahlı şeylər ver. Bu. Sezib də qaqa. Birə bizəniz keçir. Qaldı burada. Ay. Bunu soxum bura. Evet, əsas bura gəldi, çıxdı, tamam şey boş şeydi. Yolda suyu zaten Hayır. tutarmışdı radiatorda. Maşınımız hazır olsun, 06 tərpənirik Bakıya. Maşını Göyçaya gətirmişik dostumuzun yanına. İnşallah qaydaq Bakıya. Görə inşallah sən qutarır. Hah, bunu demədim. Bu da ki skorusun bölümünde olacaq. Üstündə paneldir də. Hidrolisnik zadı quraşdırmaq. Bu da bizim ehtiyat hissələrimiz. Qalan ehtiyat hissələri dəli şeylərdir, inşallah olan hamısını göstərəcəyik. Şüşələr zaten hamısı plastik.
Bax, güclü maşınlar qardaşım, bax belə seklərdən çıxır. Heç kim deməsin ki. Zarafat Bu nə tutsun. sekdir? Güclü maşınlar bax belə seklərdən İnşallah çıxır. Elnur'da bir tane deli bir 07 yığır. İnşallah. Yani Niva turbo motor. Turbo motor. O diye bizden elinde. İnşallah. İnşallah Allah şu davam versin. Bu da Amin qardaş. Yəni Elnur, Niva motor. bu maşının ən birinci işini sən başladın. Siftdən sən elədin. İnşallah yaxşı olacaq. İnşallah xeyirli, bərəkətli olsun hamımıza. Düşərli olsun. Yaxşı olacaq. Söz, videonu bağlayaq. Qalan Salam, hər vaxtınız xeyir. Avqustun 4-ü 25-ci il. Yola düşürük Driftcar proyektini təhvil götürməyə. Ya Allah. Çatdım Göyçayda. Həyəcanlanıb görək maşın nə vəziyyətdədir. Demişlər 7-də satacağım. Saat 18:14. Yəni yarım saat İvan'da GoPro yadımdan çıxmışdı. Bu da bizim 05'imiz. Böyle bir şey.